Qidalarda istehsal olunan zaman qablaşma materialları mütləq şəkildə onun keyfiyyətinə təsir göstərməməli, tərkibinin dəyişməsinə səbəb olmamalıdır. Xüsusilə də bugün bir çox məhsullar var ki, bu məhsullar bəzən kənd məhsulları adı altında və yaxud da etibarlı, mənşəyi bəlli olmayan yerlərdə, məhəllə arası maşınlarda və yaxud nəzarətdən kənarda qalan satış yerlərində həyata keçirilir ki, bu zaman bəzən tək istifadəlik nəzərdə tutulmuş plastik butulkaların içində müxtəlif maye tipli qida məhsullarını satışını həyata keçirirlər ki, burada diqqət olunacaq əsas məqamlardan biri odur ki, bu qablar birinci növbədə bir dəfəlik istifadə üçün nəzərdə tutulmuşdur və eyni zamanda da əgər bu qablar təmiz şəkildə yuyulub qurudulmadan istifadə olunursa, onların tərkibində mikroorqanizmlər qalır ki, bunlar da keyfiyyətli qida olsa da onun tərkibinə keçərək insan orqanizminə zərər vurur. Bir çox hallarda da süd məhsullarının satışı həmin butulkalarda həyata keçirilir ki, süd də zülal mənşəli yüksək risk qrupuna aid olan məhsullar sırasındadır, tez xarab olmağa meyillidir. Əgər keyfiyyətli qabda saxlanılmırsa, soyuq temperaturda saxlanılmırsa, tərkibində patogen bakteriyalar, eləcə də mikroorqanizmlər sürətlə çoxalır ki, belə qidaları qəbul edən insanlarda zəhərlənmə, həzm sisteminin pozulması və bir çox problemlər ortaya çıxa bilər. Daha çox immun sistemi aşağı olan insanlarda, hamilələrdə, süd verən qadınlarda, azyaşlı uşaqlarda ciddi zəhərlənmələrlə yanaşı bağırsaq problemlərinə gətirib çıxara bilər. Eləcə də əgər plastik butulka daha yüksək temperatura məruz qalıbsa, bu zaman onun tərkibindəki mikro hissəciklər qidaya keçir ki, bu da birbaşa olaraq hormon sisteminin pozulması, endokrin sistemin pozulması, eləcə də gələcəkdə daha təhlükəli xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Yaxşı olar ki, bu kimi məhsulları alarkən dövlət nəzarətindən keçmiş, keyfiyyət sertifikatı olan, eləcə də üzərində istehsalçı şirkət haqqında məlumatların tam olması ilə yanaşı məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti göstərilməlidir. Saxlama şəraiti də üzərində yazıldığı kimi uyğun temperaturda saxlanmalıdır və qablar zədələnməmiş, parçalanmamış, yazısı pozulmamış bu şəkildə olmalıdır. Əks halda həmin məhsullardan almaqdan imtina etmək lazımdır.